etmə. Deməli, Şah 1-ci Abbas. Hakimiyyəti 1587-1629-cu illər. Yəni, bu hakimiyyətə saray çevrilishi nəticəsində gəlir. Ayda qulaqsan, saray çevrilishi nəticəsində gəlir və 1587-ci ildə və hakimiyyətə gələndə anlayır ki, bu müharibə, Osmanlı'da gedən müharibənin davam etdirməyin mənası yox, bayaq danışdığımız müharibə haqqında danışır. Ona görə də 1590-cı ildə İstanbul müqaviləsini bağlayır. Həyatda olmuş şərtləri haqqında danışdım, ona görə sadəcə deyib keçirəm dövləti məsələyə. Yəni, İstanbul müqaviləsi Səfəvilərin bağladığı ilk, ən ağır şərtli müqavilə idi. Və xeyli ərazidə itilmişdir. İndi keçək görək, Abbas daxili siyasətdə hansı tədbirlər görür? Bunun qarşısında hansı vəzifələr falan var idi? Demək, adamın qarşısında bu vəzifələr Mərimiz yaxşı yazarızdır. Vəzifələr deməli nə idi? Mərkəzi hakimiyyəti gücləndirmək, yadımıza gəldi, bizim baş tayfalarının öz başlanaqları planları var idi. Mərkəzi hakimiyyəti gücləndirmək, onlar demək, bizim öz başına son qoymaq lazımdır, mərkəzi hakimiyyəti gücləndirmək lazımdır. Bununla da dövlətin əvvəlki qüdrətini bərpa etmək lazımdır. Əvvəlki qüdrət deyəndə, yəni söhbət Məhəmməd Xudabəydən dövründən getmir, söhbət Təhmasibin dövründən gedir. Yəni, o səviyyə çatdırmaq lazımdır. Ordunun da əvvəlki döyüş qabiliyyətini və ya ordunun əvvəlki qüdrətini bərpa etmək lazımdır. Və bundan sonra, bunları etdikdən sonra itirilmiş torpaqları geri qaytarmaq lazımdır. Bu dərsimizdə biz bunun deməli 3 vəzifəsi haqqında danışırıq. Mərkəzi hakimiyyəti gücləndirmək, dövlətin qüdrətini bərpa etmək və ordunun əvvəlki qüdrətini döyüş qabiliyyətini bərpa etmək. İtirilmiş torpaqların geri qaytarılmasını növbəti dərsimizdə danışırıq. Demək, bu vəzifələri yerinə yetirmək üçün Şah Abbas hərbi, inzibati və vergi sahəsində islahatlar keçirir. Vergi sahəsində hansı islahatlar keçirilmişdir? Deməli, bəzi bölgələrdə vergiləri azaldır, bəzilərini isə ümumiyyətlə ləğv edir vergiləri. Məsələn, 1603-cü ildə Araç çayının sol sahilində Naxçıvan, Ordubad, Culfa azad olunanda orada Ordubad əhalisini dövlətin xeyrinə ödənilən bütün vergilərini azad edir. Bu da müəyyən qədər canlanmaya səbəb oldu. İnzibatından sonra keçirilmiş. İnzibati islahatı. İnzibati yəni bölgü ilə falanla, şəhərlərlə, vilayətlə falanla bağlıdır. İnzibati islahatda 1593-cü ildə İstanbul sülhünə əsasən hansı ərazilər qalmışdı bizdə Azərbaycan hissəsi? Xalxal, Əldəbir, Lənkəran, Qəzvin. Qaradağ hərbilə də bəhv edilmişdir. Deməli, Azərbaycan bəylərbəyliyi yaradır. Və həmin İstanbul sülh müqaviləsinin Azərbaycan sərvlər əlində qalan Azərbaycan torpaqlarından ibarət. Bura Lənkəran, Ərdəbil, Qaradağ, Bağ-Yoxaq, sonra Xalxal, Zəncan, Zəncan Qəzvin və Qəzvin 6 bölgə.
və bunun mərkəzi də Ərdəbil şəhəri olur. Azərbaycan Bəylərbəyliyi mərkəzi Azərbaycan Ərdəbil olur. Buradan yazar Ərdəbil. Və Bəylərbəylidə Zülfüqar bəy Qaramanlı təyin edir. Və Azərbaycan Bəylərbəyliyinin özünün Azərbaycan adlı qoşunu da var idi, yaratmışdır. Şah Abbas. 1598-ci ildə paytaxtı İsfahana köçürür. Qəzvindən İsfahana köçürür. Birinci paytaxt Təbriz idi bir də. 1501-dən 1555-ə qədər. 1555-də Kəyması köçürür Qəzvinə. 1598-də Şah 1. Abbas köçürür İsfahana. Yer gəlmişkən, paytaxtın İsfahana köçürülməsi Şah 1. Abbasla Səlcuq hökmdarı 1. Məlikşahın ortaq cəhətidir. O da paytaxtı Reydən İsfahana köçürmüşdür. Bununla da ölkədə İran elementləri artır və ya da güclənir. İran deyəndən Fars elementləri güclənir. Daha sonra Qəzvinlər də xətrinə vermişdi ki, ay Abbas, sən bizi niyə qoydun, çıxdın, getdin, bu da həmin o Qəzvinlərin könlünü almaq üçün İsfahanda Abbas Abad adlı məhəllə saldırır və Qəzvinlərin bir qismində köçür həmin Abbas Abad məhəlləsinə ki, ağlamasınlar, Gülay kimi. Keçdik, bu oldu bizdə inzibati islahat. Bax, yaddan çıxan bir şey qalmadı ki, çox güman ki yox.